Bunun qarşısını almaq üçün Satış məsələsində. əslində Məncə artıq problemi o hissədə artıq şirkət həll edir satış məsələsini. baxır problem nədən Arada qaynaqlanır? çünki o qalır. Niyə? Razıyam, təbii ki, Çünki yalançı arada satış məsələsi. üzə çıxan odur. Üzə çıxan mənəm. Müştəri məni görür. Sənin üçün problem olur gəl mən axtaracaq gəl bura. Sən satdın mən gəl bura, yox oğlan sən gəl bura. Və ən axırda da ortada qalan mən pis olur. O həmin anda siz nə tövsiyə edirsiniz öz işçilərinizə və yaxud da digər sizi izləyən satış məsləhətçilərinə? Razıyam əslində. Çünki burada yenə problem baxır nədən qaynaqlanır. Bayaq dediyimiz kimi, tutaq ki, müştəri hər hansı bir məhsul alıb, ehtiyacına uyğun məhsul təqdim olunmayıb və həmin məhsulu istifadə edə bilmir, fayda əldə edə bilmir. Bu zamanda problem yaranırmı? Yaranır. Müştəri problemi müştəriyə çevrilir. Bir də var, məhsula hər hansı bir qüsur yaranırsa, bu istifadəçi tərəfindən də ola bilər, istehsalçı tərəfindən də ola bilər, heç bir fərqi yoxdur, qüsurdur. Burada dediyimiz kimi şirkətin bir standartı var. Standartla yola çıxaraq, təbii ki, müştəri məmnuniyyətini düşünərək həll etməyə çalışmalıdır. Burada artıq satış məsləhətinin bir günahı qalmır. Çünki bu istehsalçı və ya da istehlakçı tərəfindən yaranan qüsurdur. Bir də var, ehtiyac doğru analiz eləmədiyinə görə müştəri məhsul istifadə edə bilmir və ya da doğru istifadə edə bilməyib deyənə yaranan qüsur. Burada mənim tövsiyəm nədir? Mütləq şəkildə satışdan öncə, təqdimatdan öncə müştərinin ehtiyacı analiz olunmalıdır və ehtiyacına uyğun məhsul satmalıdır. Təəssüflər olsun ki, hal-hazırda bir çox şirkətlərdə, satış sahələrində elə sistem qurulur ki, bu sistem müştəri ehtiyacını nəzərə almaqdan əks istiqamətə yönləndirir. Təktərli satışa yönləndirir ki, bunu satacam, qazanacam. Müştərinin ehtiyacı bu məhsuldursa, mən bunu satıb qazanacam. Bu təktərli satışdır. Artıq bu zehniyyəti birbaşa silmək lazım. Dediyimiz kimi, çünki təktərli satış zamanı müştəri məhsulu alıb narazı qalsa, yenidən şirkətə geri dönüş eləmir. Gəlib yenidən məhsul almır. Biz həmin müştərini itirmiş oluruq. Və düşünün ki, il ərzində neçə nəfər belə müştəri biz itiririk. Şirkətdə get-gedə çöküşə doğru gedir. Ona görə də mütləq şəkildə elə bir sistem qurulmalıdır ki, satış məsləhətçisi müştərinin ehtiyacını analiz eləsin, marağı müştəri yönümlü olsun və satışı müştəri yönümlü olsun.